Kimlərinsə ailəsinin dağılmasında günahkar da bildilər, kiminsə həyat yoldaşını əlindən aldız kimi həmkarınızın, sevgilisinin bir çox şeylər danışıldı da. Mən o efirdə baxmıram, istəmirəm. Mən sizdən eşitmək üçün bunu soruşdum. Bunların hansı həqiqət, hansı yalandı? Özüm də bilmirəm, hansı xanımımı ərinin əlindən almışam, həmkarımı mı, sevgilisini almışam. Yəni, hər şey dedilər də. Bu siyahıları özüm də qarışdırmışam açığı. Hər şey göründüyü kimi deyil. Mənim zaksım yoxdur. Amma bu o demək deyil ki, mən hansısa başqa bir xanımla zaksda olan bir bəydən evlad dünyaya getmişəm. Bəli, belə olmayıb. Belə olmayıbdır. Mənlə zaksı olmayan bəyim heç kimdən də zaksı yoxdur. Bildiniz necə? Ola bilər onun keçmişində kimlərsə olub. Yəni bu mənim günahım deyil, bu mənim səhvim deyil. Mən o insanla tanış olanda bunu bütün Azərbaycan bilir, bu sir deyil. Heç kimə də şər atmıram. Yəni hamı bilir ki, başqa bir xanım müğənni vardı həyatında. Onlar artıq ayrılmışdılar. O xanımın həyatında başqa bir bəy vardı və mən bu insanla tanış oldum. Yəni bir ailə dağılıbsa buna səbəbkar niyə mən oldum? Mən axı çox-çox sonradan gəlmişəm bu mövzulara, bu yerlərə, bu insanın həyatına. Yəni mən buna sonuncu dəfə sizdə açıqlama verdim. Bir də istəmirəm, ümumiyyətlə bu mövzular haqqında mənə sual verilməsini belə istəmirəm. Yəni çünki çürüdükcə çürüyür, yəni uzandıqca uzanır bu məsələ və heç kim istəmir bunu bağlasın. Bilmirəm insanlar nə qədər də açıqlama versən, beynindəkini düşünürlər. Dağıtmısan da, bunu eləmişsən də. Bitti, bu qədərdir. Mən bundan artıq yəni sizə açıqlama verə bilərəm. Çox şeylər danışa bilərəm, çox şeylər çıxara bilərəm. Amma bu elədiyim sabah mənim evladıma, başqa bir insanlara ziyan vuracaqsa, eyb yoxdur. Mən onsuz da sevən sevir, sevməyən də sevmir. Mən onu deyəndə də sevən də sevəcək, sevməyən sevməyəcək. Mən ondan tək niyə kimlərsə zərbə vurum, zərər yetirim ki? Kim necə bilir, elə də biz. Bəlkə gün gələr, bəlkə elə hardansa çıxar mövzular ortaya. Qismət. Bir də indi eşitdiyimə görə siz bir ayrılıq dönəmi yaşayırsınız. Doğrudurmu? İstəmirəm bu haqda yəni açıqlama vermək. Bir neçə verilişlərdə də danışılır. Çünki ilk dəfə efirdə düzdür. Mən demişdim illər əvvəl, bir il əvvəl ya 2 il yarım əvvəl. Dedim ayrıldıq. Ondan sonra çıxdım dedim barışdım. İndi də bilmək olmaz. Sabah nə olacaq? Yine barışdım, ayrıldım bu mövzular artıq. Amma sevgi elə bir şeydir ki,